Inter-Liverpool oyununa. Liverpool çox da tənqid eləmək istəmirəm, amma Liverpoolda bir dənə sindrom var, bilmirəm. Maraqlı bir fakt çıxdı qabağıma. Salah olmadığı oyunlarda Liverpool qələbə qazanıb. 2 dənə qələbəsi olub. Həmin oyunlarda Salah Daşdı oturub. basılıb ayağına, hə? Hə, Salah oyunda olmayıb, 2 dəfə də qələbə qazanıb. Fakt budur ki, Salah çox zəif oyun göstərir bu sezon. Plusdakı futbolçular elə bil ki, öz yerlərində deyil. Wirtz hələ bilmir nə istəyir. Nə istəyirlər ondan. Bilməm, belə bir vəziyyətdə, yəni Interdə biraz möhkəm komandadır. Gözləyirəm 1-1 olsun. Mən də heç-heçə gözləyirəm. Inter-Liverpooldan heç-heçə gözləyirəm. Amma birdən qalib gələsi olsa düşünürəm ki, Liverpool ağrılı uduzdu keçən dəfə 4-1 PSV-yə səfərdə. Durub, yəni 24-lüyü yerə göz dikəsi deyil ki, xal qazanmalıdır. Bəlkə də qollu 1-2 də ola bilər, hə. 2-2 ola bilər, nəsə belə. 1-1. Bolşe, qoyursunuz evləri. 2-2 ola bilər, nəsə belə. Hər dəfə bir oyun çıxır ortaya ki, deyirəm Bolşe. Hazırlayın evləri.